Deyirəm, sonuncu səfərimdə, Bərdəyə səfərimdə. Orada getdik, bir dənə canlara dəyən yoldaşlarla ləzzətli bir dənə yerdə oturduq, çörək yedik. Orada oranı elə tanıyırlar, Əlişin Kurğunda Prince restoranında. Yəni doğrudan da aləm idi də, yeməkləri, hər şeyləri. Amma bir dənə yemək orada belə xüsusi mənim yadımda qaldı. Naxa balığından olan kabab. İnandırım sizi, indiyənə kimi o naxa balığından verilən kababın dadı, daha doğrusu mənim ağzımdadır da. Mən onu sizə deyim ki, köhnə vaxtlarda, yəni bunu köhnə Qarabağlılar bilər də, Qarabağ zonasında nərə balığı az idi. Mən sizə lap 80'lardan danışıram ha. O zaman hələ bir ki, kimlər gedərdi ora, yəni ki, başı çıxmayanlar da Qarabağda, yəni o vaxtki Xankəndidə, yəni o vaxtı Xankəndi düzdür, haqsız olaraq Stepanakert adlanırdı. Yəni sırf Dağlıq Qarabağdan söhbət gedirdi. Orada başa düşməyən adamlara kim ki balıq kebabı istəyirdi, nərə balığının yerinə, yəni itəliyirdilər həmən o naxa balığını. Amma inandırım sizi, o naxa balığında, yəni elə onun sortları var, hansını ki elə pişirmək olar ki, heç qıraqdan, yəni başı çıxan adam da bilməyəcək ki, o naxa balığıdır. Hələ biləcək ki, elə nərə balığıdır. Şəxsən mən sizə deyim, mənə deməsəydilər ha, ki, o naxa balığıdır. Yəni, o iri naxa balıqlar var, ağ rəngində olanlar, 35 kilodan plus, başa düşdünüz. Onları elə pişirmək olar, elə təqdim eləmək olar ki, yəni, inan ki, elə bir ki, ağ balıqdır. Yəni, bölgədir. İndi gəlmişəm, bax, bu Keşlə bazarına, görüm naxa balıqdan tapa biləcəyəm, yoxsa yox. Tapmasam, indi görüm, fikirləşim, görüm nə alacağım da. İndi sizi hər bir addımımda, necə deyərlər, xəbərdar saxlayacağım. Naxanın əsər əlaməti yoxdur. Deyirlər, var, amma ki, ancaq deyir, o qaralardan Afrikan gələr. İndi neysə, çox gezdim, baxdım, ümumiyyətlə, heç nə yoxdur. Ancaq damba balıqları, başqa bir şey yoxdur bazarda. İndi bir dənə burada dəniz güya dəniz sazanırdı, amma ki əslində o da dənizdir. Yəni onu da dənizdə müəyyən ayrılmalardan ayrılırlar. Başa düşdünüz? Ayrılırlar, orada da saxlayırlar. İndi həmən o balığı almaq fikrim var. Baxın, bax bu həmən güya dəniz sazanı. Bax fırlandım bu bazarı. Bax bir dənə Əşrəf adlı burada oğlan var. Gəlin bundan alın balığı. Mənim ən zəhləm getdiyim şeydir, haçan ki mənim üstümə hücum edirlər, satıcıları, başlayırlar mənə təzyiq göstərməyə ki, tərifləyirlər, neysə danışırlar. Başa düşürəm, bu alverin bir qanunlarından biridir. Amma elə bir adamlar var, məsələn mənim kimi də, mən xoşlamıram mənə neysə tövsiyə versinlər. Çünki elə cəmaata tövsiyə verən mən özüməm. Başa düşürsünüz. Bu qardaş sakit dayanmışdı, heç kimlə işi yox idi. Gəldim özüm bunu narahat elədim. Nəticədə də var, bundan alıram. Baxın, Keşlə bazarı, görürsünüz, harada yerləşir. Bir dənə o dalda elan var, böyle yekə balıqlar. Onun böyründə. Adı da ki, Elvin. Gəlin, bu kişidən bal alaq. Balığı aldıq, indi gedirəm. Deyirəm, mən bura çox tez-tez gəlmirəm sizə deyim. Çünki açığı məhz bura gəlməyinin mənasını görmürəm. Əgər kimsə elə fikirləşir ki, qiymət baxımından gəlib burada neysə, yəni əldə edəcək, qiymətli olacaqsa, boş söhbətdir. Yəni mən sizə deyim ki, buradakı olan balıqların qiyməti heç marketlə fərqlənmir. Əslində elə marketdə bunlardan ucuzdur. İkinci variant, əgər təzəliyinə görə baxırsınızsa, yenə də marketdən almaq mənə elə gəlir ki, şəxsən buradan daha düzgündür. Çünki marketdə heç olmasa gedib kiməsə pretenziya verə bilərsiniz. Burada isə aldınız, qutardı getdi. Sonra heç kimə heç nə sübut eləyə bilməzsiniz.